Vaxtınız xeyir olsun. Bugün sizinlə növbəti sualımız olan Səfəvlərin alqoyunu və qaraqoyunu oxşar və fərqli cəhətləri sualını müzakirə edəcəyik. Birincisi, əvvəl onu qeyd edək ki, hər üç dövlət türk mənşəli olur və hər üç dövlət Azərbaycan xüsusi çəkiyə malikdir. Elə hər üçünün türk mənşəli olması ilə birinci ortaq cəhət kimi götürülə bilər. Digər ortaq və fərqli cəhətləri biz onların siyasi arenadakı işləri ilə və eyni zamanda daxildəki idarəçi sistemi ilə aid edəcəyik. Daxildəki idarəçi sistemində birinci oxşar cəhət onu deyə bilərik ki, deməli hər üçündə, yəni hər üç dövlətdə məsləhətçi, məşvərətçi orqan olub. Müvafiq olaraq Səfəvlərdə şahın yanında, Qaraqoyunlu və Ağqoyunda isə padşahın yanında. Elə buradan belə bir nəticə çıxır ki, fərqli cəhətlərdən biri odur ki, Səfəvlərdə dövlətin başına şah dururdu, şah rütbəsi. Qaraqoyunlu və Ağqoyunda isə padşah rütbəsi dururdu. Məsəl üçün, Uzun Həsən padşah rütbəsində idi. İsmail Xətai isə 1501-ci dövlət yaradandan sonra şah rütbəsini götürür. İkinci bir məsələ əmir əl-ümarə vəzifəsidir. Bu vəzifə nə idi? Bu vəzifə bildiyimiz ordunun başını duran komandan deməkdir. Ordunun başını duran komandan Qaraqoyunlu və Ağqoyunda daha yüksək pillədə idi. Padşahdan sonra ikinci şəxs idi. Padşahdan sonra ikinci şəxs, daha nüfuzlu. Amma Səfəvlərdə fərqli idi. Səfəvlərdə şahın yanındakı ikinci şəxs, şahdan sonraki ikinci şəxs, elə onun dini və dünyəvi işlərdəki müavini, belə deyək, ikinci əli, sağ əli vəkil adlanırdı. Əmr əl-ümarə vəzifəsi var idi. Ordunun baş komandanı yenə bunlarda var idi. Amma bunlarda artıq bu üçüncü pilləyə düşürdü. Digər bir məsələ dini cəhətdən idarə olunmadan söhbət gedir ki, təbii ki, Səfəvlər teokratik dini dövlət olub, yəni ruhanilərin hakimiyyətdə mühüm rolu olub, dini işlər, belə deyək, hakimiyyətə təsir edibdi, hakimiyyətin idarə olunması mənədir, dini proseslərə, dini qollara toxunurdu, amma Ağqoyunlu və Qaraqoyunda, yəni biz bunlara dini dövlət deyə bilmirik. İkinci bir məsələ, Səfəvlər mərkəzləşmiş dövlət olduğu halda, Qaraqoyunlu və Ağqoyunlu biz mərkəzləşmiş dövlət kimi saya bilmərik təbii ki. Bunu elə biz onunla götürə bilərik ki, məsəl üçün, Ağqoyunlu hökmdarı padşah Uzun Həsən dövlətə mərkəzləşməyə cəhd göstərib, amma ağlamayıb. Səbəblərdən biri nə idi? Təbii ki, daxildə olan feodal çəkişmələri tez-tez hakimiyyət dəyişir özündən. Amma ən əsas səbəblərdən biri o idi ki, soyurqal torpaq sahibliyinin mövcud olması. Soyurqal torpaq sahibliyi irsi torpaq olub və hərbiçilərə verilirdi. Yəni, hərbiçi getdi yürüşə, iştirak elədi, rəşadət göstərdi və ona verirlər, məsəl üçün 5 hektar torpaq sahəsi. Hələ o dövrdə daha çox idi bu. Həmin o torpaq sahəsi artıq get-gedə yavaş-yavaş artırılırdı və bu gələcəkdə hansı təhlükəyə gətirib çıxarırdı? Artıq hakimiyyət çəkişməsi olanda və ya hər hansı bir padşah hakimiyyətdən gedəndə həmin o varlanan hərbiçilər, varlanan, yəni belə deyək, aşağı təbəqənin nümayəndələri artıq hakimiyyətə meyilli olurdular. Təbii ki, bu da hakimiyyətdə olan böhranı daha da dərinləşdirirdi. Digər bir məsələ artıq onların siyasi arenadakı oxşar fərqli cəhətlərindən gedir ki, məsəl üçün Osmanlıla müharibələri biz burada xüsusi çəki ilə qeyd edəcəyik. Osmanlıla müharibə aparmaq Səfəv və Ağqoyunlu üçün oxşar cəhət olacaq. Təbii ki, Səfəv və Osmanlı müharibələri eyni qədərdir. Elə ən böyük Çaldıran döyüşü, eyni zamanda məsəl üçün bura göstərmək olar Sufiyan döyüşü və s. və s. Yəni bunlar çoxdur. Molla Həsən döyüşü, Çıldır döyüşü və Ağqoyunlunun Osmanlıla döyüşlərinə isə biz göstərə bilərik. Qoylisar döyüşü 1461-ci il, Otluqbeyli döyüşü, Malatya döyüşü 1473-cü ildə hər ikisi. Yəni bu döyüşlərin hər birini göstərə bilərik. Amma Ağqoyunlunun belə deyək, xüsusi bir xırdalığı var ki, Ağqoyunlular həm tayfa kimi, məsəl üçün 1461-ci il Qoylisar döyüşü, biz burada Ağqoyunlu tayfa deyəcəyik. Çünki 1468-ci ildə dövlət yaranıb Uzun Həsən tərəfindən padşah rütbəsini götürərək. Amma məsəl üçün Beyşəhər döyüşü 1472-ci il, Otluqbeyli və Malatya döyüşləri 1473-cü il, birinci Malatya, sonra Otluqbeyli. Otluqbeyli döyüşü ikinci adı Tərzan döyüşü idi. Bu döyüşlər isə artıq təbii ki, dövlət dövrünə düşür. Bax, belə xırda məqamlar var. Məsəl üçün, belə tayfa və dövlət söhbətini biz artıq Səfəvlərdə də xüsusi çəki ilə qeyd edəcəyik. Belə ki, Şah İsmailin, hansı ki biz ona 1501-ci ilin Təbrizə daxil olan dövrünə qədər biz ona şah deyə bilmirik, Şeyx İsmail deyirik. Hansı ki Təbrizə daxil oldu, Təbrizi ələ keçirdi, öz üzərinə şah rütbəsini götürdü. Onda o neynədir? Həm dövləti qurdu, həm də Səfəvlər dövlətinin yaradıcısı oldu. Deməli, Səfəvlər Təbriz şəhərinə daxil olunca, Təbrizi paytaxt eləyənə qədər biz bunlara dövlət deyə bilmirik. Yəni, bu adlanır tayfa. Məsəl üçün, 1501-ci ildə Şərur döyüşü oldu ki, Ağqoyunlu birinci qolu süqut eləyib. 1500-cü il Əpər sakini 2 yerə Pazan Ağqoyunlu birinci qolu süqut eləyib. Biz buna Səfəv dövləti deyə bilmərik. Çünki ondan sonra hələ Təbrizə daxil olacaqlar.
Səfəvilər. Ona görə həmin o döyüşdə Səfəvilər sadəcə tayfadır. Qızılbaşlar, Səfəvilər, ümumən yəni qabağında tayfalar deyiləcək. Amma məsəl üçün biz görsək ki, artıq Səfəvi dövlət deyilir. Bu təbii ki 1501-ci ildə Təbrizə daxil olandan sonrakı prosesdir. Məsəl üçün 1510-cu il Mərv döyüşü, Şeybanilər üzərində qalibiyyət, 1503-cü il Ağqoyunların bir dəfəlik süqutu, Almabulağı döyüşü, bunlar təbii ki Səfəvi dövlətinə aid olan proseslərdir.